Mən ən çox təsir edən polis əməliyyatçılarının mənə narkotik cibimə qoymaları, psixotrop maddə qoymaları, bir də mənim çayıma zəhərli maddə qoymaları idi. Bu, bir müddət öncə 13 saylı cəzaçəkmə müəssisəsində vəfat edən İlqar Əliyevin həbsxana divarları arxasından dediyi son sözləri, son səs yazısıdır. Ölkə vətəndaşı hər hansı bir iqtisadi və sosial həyatın buna İnformasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev 2023-cü ildə Abzas mediaya qarşı başladılan repressiya dalğası zamanı həbs edilmişdi. O, şərlənərək həbs olunduğuna, zorla videoya çəkilərək narkotik maddənin ona məxsus olduğunu etiraf etməyə məcbur edildiyini və məhkəmənin barəsində qanunsuz hökm çıxardığını deyirdi. 13 dekabr 2023-cü il polis şərnə böhtanına zorakılığa məruz qalaraq qanunsuz olaraq tutuldum. Nəsimi rayon polis idarəsində cibimə psixotrop maddə qoydular, sonra mən bildim. Bunun mənim olduğumu etiraf etmələri üçün təhdid elədilər, ailəmlə təhdid elədilər. Dedilər ki, əgər qoyulan maddəni sənin olduğunu təksib etsən, onda ailəni, həyat yoldaşını gətirəcək, ya evindən tapacaq. Hal şahidləri qoyacaq ki, bu həqiqətən də yalançı hal şahidləri sənindir. Əldə etdiyimiz məhkəmə sənədlərində İlqar Əliyevin saxlanılarkən polis əməkdaşlarının fiziki zorakılığına məruz qaldığı da qeyd olunur. O, məhkəmədəki ifadəsində bildirib ki, 13 dekabrda mülki geyimli iri cüssəli bir şəxs ona yaxınlaşaraq siməsindən yumruqla vurub. Ardınca daha 3 nəfər onu zorla avtomobilə mindirərək Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinə aparıb. İlqar Əliyevin sözlərinə görə sinəsinə vuran həmin şəxs bu zaman cibinə qeyri-müəyyən bir şey qoyub. O, bunu çıxarmaq istəyəndə isə ona "Çıxarma, sənin üçün pis olar. Elə etmə ki, bunu ailə üzvlərinin cibindən çıxaraq deyilib." İlqar Əliyevin məhkəmədəki ifadəsindən sitat. Təxminən 2-3 saat sonra ondan cibinə qoyduqları bükümü çıxarmağı tələb olunub. İlqar Əliyev həmin bükümü çıxardıqda içərisindəki narkotik tərkibli maddə masanın üzərinə dağılıb. Bu vaxt əməliyyatçılardan biri digərinin üzərinə qışqırıb, "Niyə bunu pis bağlamısınız?" deyə soruşub. Yapışqan lentlə büküm yenidən bağlandıqdan sonra polis əməkdaşları onu İlqar Əliyevin gödəkçəsinin cibinə qoyub. Ona video çəkilişdə içərisində həmin bükümü çıxarmadığı təqdirdə hal şahidlərinin iştirakı ilə bunu edəcəkləri söylənilib. Video çəkiliş 2 dəfə aparılıb. Bunun ardından İlqar Əliyev Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb. Son səs yazısında o, burada da növbəti dəfə hüquqlarının pozulduğunu, müdafiə hüququna məhəl qoyulmadığını vurğulayıb. Baş Narkotiklər Mübarizə İdarəsinin əməkdaşları məni qanunsuz olaraq tutmuşdular. Onlar özləri ifadəni tərtib etdilər mənim adımdan. Təhrif olunmuş şəkildə bir-bir sənədləri köçürtdülər və psixoloji şiddətlə oxumağa da imkan verməyib imzalatdırdılar. Yəni, ifadəmi özüm yazmadım. Burada da fundamental hüquqların pozulduğu, belə ki, prosesual sənədlər olan şübhəli şəxsin, təqsirlənən şəxsin dindirilməsi protokollarını saxtakarlıqla tərtib etdilər. Amma bu zaman onların öz tutduqları vəkil yanında olmadı. Bunu daha sonra müstəntiq axtarışa gedən zaman avtomobilin kapotu üzərində imzalatdırdı. Tanışlarım olan vəkilləri mənim müdafiəmə buraxmadılar. Mərhum ekspert deyirdi ki, vəkillərinin yanına gələ bilməsi də ona asan başa gəlməyib. Çıxarılan 2 məhkəmə qətnaməsinin ardından yalnız 2 ay sonra bu hüququnu təmin edə bilib. Məhkəmə sənədlərində qeyd olunur ki, İlqar Əliyev daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb və oradakı müvəqqəti saxlama yerinə yerləşdirilib. Burada o, səhhətində problemlər yaradacaq növbəti böhtana məruz qalıb. Həmin gün İlqar Əliyevin mülki geyimdə olan polis əməkdaşı xidməti otaqlardan birini aparıb əyləşdirib. Orada ona çay verilib. Otaqda 3-4 nəfər əməkdaş olub. Həmin şəxslərlə söhbət etməyə başlayıb. Ona verilən çay stəkanında limon dilimi olub. Digər stəkanlarda isə olmayıb. Qarşısına stəkanda qoyulan çayı yarıya qədər içib, daha sonra bir daha çay süzdükdə həmin çayı içməyib. İçdiyi çay spesifik dad və ətrə malik olub. Daha sonra müvəqqəti saxlama yerinə qaytarılıb. Orada baş gicəllənmələri olduğundan çarpayıya uzanıb. 7-8 dəfə üşütmə və istilənmə olub. Hər bir saatdan bir ayaq yoluna getməyə başlayıb. Növbəti gün onu polis əməkdaşları Maşdağı qəsəbəsində yerləşən ekspertizaya aparıb. Orada ondan götürülən nümunələrdə psixotrop maddə aşkarlandığı bildirilib. Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsi məni aldadaraq həmin idarədə mənim çayıma zəhərli maddə qatdılar. 4-5 gün vəziyyətim qeyri-stabil oldu, özümü yaxşı hiss eləmədim. Burada məqsəd o idi ki, mənim qanımda zəhərli maddənin əlamətləri çıxdı. Məni psixotrop maddənin istifadəsi kimi həbs olunması üçün əsaslar əldə eləsinlər. İlqar Əliyev
Abzas Medianın direktoru və baş redaktorunun həbsindən cəmi bir neçə gün sonra saxlanılmışdı. Məhkəmə sənədlərində qeyd olunur ki, o həbsinin səbəbini müstəqil media nümayəndələrinə keçdiyi təlimlərlə əlaqələndirib. Ona Abzas Media, Məclis Info, Kanal 13 redaksiyalarının jurnalistlərinə verdiyi təlimlərlə bağlı suallar verilib. Məni psixotrop müalicənin istifadəsi kimi, satışı kimi rəsmiləşdiriblər, saxtakarlıqla, saxta sübutlarla. 8 gün mən baş mütəşəkkilin zirzəmisində qaldım, amma 8 gün bir dəfə bu barədə mən sual verilməli. Əsas suallar idarə işçiləri, xidmət otaqlarda mənim peşəkar fəaliyyətim, təlimlərim, kimə təlim keçmişəm, necə təlim keçmişəm, hansı bu barədə oldu. Bir qism menecer olaraq heç bu ağlıma gəlməzdi ki, kimsə təlim keçməyə görə və yaxud da təlimsiz olmağa görə həbs edərlər. İlqar Əliyev son səs yazısında saxlanıldığı gündən etibarən 8 ay ərzində ailəsi və övladları ilə nə görüşə, nə də telefonla danışa bildiyini qeyd edib. Bu müddətdə ailəsi ağır sarsıntılara məruz qalıb. O deyirdi ki, elektron cihazları aylarla yoxlanılsa da heç bir qanunsuz əməli aşkarlanmayıb. İstintaq müddətində hüquqları ardıcıl şəkildə pozulub. İfadəsində Nərimanov rayon məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən təzyiqlərə məruz qaldığını bildirsə də, hakimin buna məhəl qoymadığını deyib. Müstəntiqə ifadə verərkən müdafiə hüququnun pozulduğunu və vəkilinin yanında olmadığını sübut etmək üçün məhkəməyə vəkilin anten məlumatlarının çıxarılması ilə bağlı vəsatət versə də, məhkəmə bu vəsatəti də təmin etməyib. İlqar Əliyev bildirib ki, təcildxanada saxlanılarkən baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin 2 əməkdaşı onun yanına gələrək vəkilindən imtina etməsi üçün təzyiq göstərib. Hər birinin söhbət apardılar ki, öz vəkilindən imtina edin, onların dediyi vəkillərlə, onların tutduğu vəkillərlə öz müdafiəmi təşkil edin. Və bildirlər ki, əgər mən bu vəkildə imtina etməsəm, məni aparıb bandat deyirlər, bandat edin, orada fiziki şiddet tətbiq edəcəklər. Burada açıqlaya bilmirəm, amma mən müxtəlif söhbətlərdən sonra məcbur olub bu sənədi, imza sənədini imzaladım. İlqar Əliyev 2025-ci il yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə 4 il müddətinə azadlıqdan məhrum edilib. O əvvəlcə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. Məhkəmə sonradan belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs narkotiki satmaq məqsədi ilə əldə etməyib. Bu əsasla onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma maddəsinə tövsif edilib. Bu ilin martında Ali Məhkəmə İlqar Əliyevin şikayətini qismən təmin edərək həbs müddətini 4 ildən 3 ilə endirmişdi. O, qanunsuz həbsindən Prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya da məktublar yazdırmı, amma yazdıqlarına heç bir cavab verilmədiyini deyirdi. 4 az yaşlı uşaq atası olan İlqar Əliyev informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və IT idarəçiliyi sahəsində uzun illik təcrübəyə malik mütəxəssis olub. Müxtəlif dövlət və özəl qurumlarda Azərbaycan Mərkəzi Bankı, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəməri layihələri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Şuşa şəhər Dövlət Qoruğu İdarəsində rəhbər vəzifələrdə çalışıb. Həbsinə qədər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı GSC-nin baş informasiya direktoru vəzifəsini icra edib. İlqar Əliyev CISA, CISM, CGIT, CIRISK və digər beynəlxalq peşəkar sertifikatlara malik olub. 500-dən çox tələbəm var, beynəlxalq təlimciyəm, çoxlu şirkətlərdə uğurlu fəaliyyətim var, 20-yə yaxın beynəlxalq sertifikatım var. Amma heç ağlıma gəlməzdi ki, mütəxəssisləri, yəni belə bir yalancı, saxta insanlarla həbs etsinlər. İnanıram ki, haqq ədalət öz yerini tapacaq, inşallah ki, hər şey güzel çıxacaq. Mən yenə mübarizə aparacağam. Hökumətyönlü mediada yayılan xəbərlərdə İlqar Əliyevin xəstəlik səbəbindən öldüyü qeyd olunub. Ədliyyə Nazirliyindən ilkin verilən açıqlamada İlqar Əliyevin ölümünə səbəb kimi kəskin ürək-damar çatışmazlığı göstərilib. Amma yaxınları deyir ki, onun həbsxanada səhhəti ilə bağlı heç bir şikayət olmayıb. İlqar Əliyevin iddia etdiyi hüquq pozuntuları ilə bağlı Daxili İşlər Nazirliyinə, ölümünün yekun səbəbi ilə bağlı isə Ədliyyə Nazirliyinə sorğu göndərsək də, material yayımlanana qədər sorğulara cavab verilməyib. Cənab Prezidentin bir yaxşı sözü var, ədalətsizliyin ən pis elə ədalətsizlikdir. Mənə qarşı total ədalətsizlik olundu.